çox əziyyətli. Ona görə mən qeyd edim. Bodybuilder olmursan, doğulursan, çox əziyyətli, çox riskli bir işdir. Bunu kimlərə lazımdır deyirsiniz? Əslində yenə deyirəm, həkim kimi mən qətiyyən məsləhət görməsəm də idman kimi, kim ki bu idmandan öz həyatını, belə deyək, təminatını qarşılayır, pul qazanır, belə deyək, özünü bu idmanı professional məşğul olur, bu insanlar zaten bundan istifadə edir. Ha deyərsiniz, bəs ziyandır, bilmirsən, niyə istifadə edir? Onda niyə elektriklə məşğul olsun ki? Toxdan ölmək şansı var, düzdür? Və yaxud gəmisi dənizə suda ölmək, yəni bunun insanda həyatını seçib. Bu bunun qərarıdır. Burada artıq sağlamlıq ikinci plana atılıb və bu bunun şəxsi qərarıdır. Bunu qınamaq əvəzinə mən hörmətlə yanaşıram. Amma tövsiyə eləmirəm. Yaxşı, bəs testosteron terapiyası dediyimiz terapiya hətta idmanla məşğul olmayan insanlara belə təyin olunur. Olunur, bəli. Çünki aparılmış son araşdırma onu göstərir ki, sürətlə testosteron azalması gedir. Nə qədər təyin olunur, o var. Sürətlə deməli 70-ci illərdə olan testosteron səviyyəsi ilə indiki olan ölçüblər müəyyən olur ki, indi daha azdır. Azdır, təbii ki. Və